Tyson qayıtdı cavabını veremiyor. Dedim, mən bu kəmərin çiynimə ona görə attım ki, bütün yük mənim çiynimdə, mən əziyyət çəkmişdim. O cümlədən də 270 nömrəli məktəbin direktoru Anar müəllimə təşəkkür edirəm. Biz İstanbulda dünya çempionatında olanda hər ikisi dünya mükafatçısı oldular, dünya festivalının çempionu oldular orada. Hətta böyük bir festival idi ki, orada hamının baxdığı Qurtlar Vadisinin o aktyorları da oradaydı. Onlar şəxsən özləri təqdim edilər. Anar müəllimə də təşəkkür edir ki, bizi tək qoymadı. Anar müəllim sağ olsun oradan bütün döyüşləri və oradan təqdimatları Anar müəllim izlədi. Mən Anar müəllimə təşəkkür edirəm. Çox sağ olsun ki, məktəbdə nəinki Raislə, Şakir kimi bir çox məşhur idmançılar da var burada. Dünya, Avropa çempionları var, mükafatçılar var. O cümlədən də məktəbdə əziyyət çəkən, yenə deyirəm, sinif rəhbərləri, müəllimlərə də təşəkkür edirəm ki, hər zaman öz uşaqlarını diqqətdə saxlayırlar. Son olaraq da sizə və sizin kollektivə təşəkkür edirəm. Çox sağ olun ki, idmançılara dəyər verirsiniz. Minnətdarım. Mən də qısaca məlumat vermək istəyirəm. Rais və Şakir yalnız məktəbimizi yox, həm də ölkəmizi xaricdə təmsil edirlər. Türkiyədə dünya kuboku üzərində mübarizədə layiqli yerlər tutublar və biz hər birimiz məktəb olaraq burada idman salonunda təqdim eləməkdə məqsəd ondan ibarətdir ki, uğur idman uğurdur və onlar da bu zalda müəyyən idman proseslərindən keçərək özlərində güc qüvvət toplayıblar. Burada bizim müəllimlərimizin zəhməti var, eyni zamanda məşqçilərinin də və valideyn onların həm də məşqçisidir. Onun da böyük rolu var. Bu münasibətlə həm məktəb adından, həm də ümumiyyətlə Azərbaycan adından deyə bilərəm. Çünki ölkəmizi təmsil edən bir nailiyyətdir. Sizləri təbrik edirəm və biz də öz məktəbimiz adından ilk dəfə olaraq fərqli fərman təqdim edirəm şagirdlərə və bu da xüsusilə əhliləşdirdik. İndidən sonra belə bir nailiyyəti olan hər bir şagirdi biz sevə-sevə təqdim eləməyə, onun haqqında müəyyən fərqləndirici tədbirlər verməyə hazırıq. Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbi 7A sinif şagirdi Fərəcov Rəis Maysoğlu idman sahəsində yüksək nailiyyətlər əldə edərək ölkəsini və məktəbini yüksək səviyyədə təmsil etdiyini görə təbrik edirəm. Təbrik edirəm. Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbi 5A sinif şagirdi Fərəcov Şakir Maysoğlu idman sahəsində yüksək nailiyyətlər əldə edərək ölkəsini və məktəbini yüksək səviyyədə təmsil etdiyinə görə təbrik edirəm.